Salam, hər vaxtınız xeyir. Hər birinizi xoş gördük. Əli ilə birlikdəyik yenə. Bu səfərki mövzumuz açıq heç bilmirəm. Mövzu var, yoxdur, amma Məişət söhbətləri deyək. məişət söhbət. Sadəcə Cəmiyyət söhbət söhbətləri olar. deyək. Sadəcə söhbət olsun. Söhbət başlığı altında da paylaşa bilərəm bunu. Məsələ nədir? Məsələnin özü insanların heç bir etikanı gözləməməyidir. Bəli, davranış qaydaları, cəmiyyətdə özlərini doğru şəkildə aparmaları, aparmamaları, sıra mədəniyyəti, gözləmə mədəniyyəti və s. Bir nəfər bir söz demişdi, həqiqətən də çox maraqlı bir söhbət idi o. Ona sual vermişdi ki, bu sıra mədəniyyəti ümumiyyətlə niyə yoxdur insanlarda? Gözəl bir cavab vermişdi. Dedi ki, qardaş, sıra mədəniyyəti yoxdur söhbəti deyil bu. Ümumiyyətlə mədəniyyət yoxdur. Bunun sıraya adəti yoxdur. Yəni ilk öncə mədəniyyət olmalıdır ki, ondan sonra bütün onu formalaşdırasan, dərəcələndirəsən. Əlbəttə. Bugünkü mövzumuz budur. Bu arada salam vermədən başladı. Mən də hər kəsi salamlayıram. Mən Əli Səlimov. Gec olsun, güc olmasın. Bəli, bugünkü həqiqətən də ən böyük problemlərimizdən biri budur. Mənim əslində biraz məni qıcıqlandıran bir-iki məsələ var. İstəyirəm mən sənə deyim onu. Hər birimizi qıcıqlandıran mövzudur. Bu bəlkə də indi bir çox insan şərhlərdə qeyd edəcəklər. Yazın, mütləq qeyd edin. Yəni bununla bağlı başınıza nələr gəlib, hansı problemlərlə qarşılaşmısınız ki, bayaqda buna bənzər bir şey oldu. Bu sıra mədəniyyətindən bağlı başıma bir şey gəldi. Buyur. İlk öncə telefondan danışaq. Zəng məsələsi. Zəng məsələsi. Belə deyim də, telefon artıq yəni gündəlik həyatımızın bir parçasıdır. Hətta bizim bir parçamızdır. Yəni telefonsuz qeyri-mümkündür demək olar ki. Çünki daimi kommunikasiya vasitəsidir də. Daimi əlaqə saxlayırıq bir-birimizlə. Sadəcə əyləncə deyil. İşlərimizi görürük. Təbii ki, təkcə əyləncə deyil, sadəcə əyləncə deyil. Mən idarədə çalışıram. Məsəl üçün mən sənəd işlərini belə telefondan görürəm və yaxud da ki, multimedia sahəsindəyik. Video montajlarını belə ani olaraq telefonla edirəm və s. Mənə elə gəlir ki, artıq cəmiyyətdə hər kəs demək olar ki, belə telefonla çəkilən şəkilləri montajlamaqdır, editləmə, videoları editləməkdir. Yəni bir çoxu artıq telefona üstünlük verir. Amma bir məsələ var. Telefona gələn zənglər. Yəni cəmiyyət içində işləyirik. Eyni zamanda sahəmizdə bəli, bilirsən də, biz IT sahəsində çalışırıq. Yəni əhaliyə xidmət də göstəririk. Yəni kompüter proqramlaşması, şəbəkə sistemləri, hətta təmir də deyə bilərik və s. belə. Amma insanlar biraz fərqli yanaşırlar buna. Yəni səni tipik bir usta kimi görürlər gözlərində və deyirlər ki, sən biri hətta demişdi mənə, üzr sözü kəsirəm. Biri demişdi ki, gecə saat 12-də zəng eləmişdi. Deyirdi ki, bəs açmadım telefonu. Bir neçə dəfə axırı gördüm ki, səbr dayanmır da bu. Dedim ki, qardaş salam, axşamınız xeyir olsun. Bu saatdan xəbərim var. Dedi ki, nə olsun ki? Sən cəmiyyəti yararlı birisən, sən mütəxəssissən. Sən 24 saat zəng edəndə açmalısan. Başa düşmürəm, biz robotuyadıq. Robotuq biz. Dedim, qardaş, bu nə deməkdir? Başa düşmədim. Mənim şəxsi həyatım yoxdurmu? Mənim istirahətim yoxdurmu? Onlara görə yoxdur da. Hətta bir vaxt düşündüm ki, saat 6-7-dən sonra telefonu söndürüm. Bu da alınmır. Gələk ki, əlavə nömrə alasan, yaxınlarına verəsən ki, sənə connect yarada bilərlər. Bəli. Telefon, ya da ki, əlavə bir telefon alım, ya da bir telefonda 2 nömrə işlədim və s. Yəni, niyə bunu eləməliyəm mən? Zəng edir, tələb edir ki, mütləq aç. Sözü də kəsdim. Sən öz üçün şəxsi nömrə alsan ayrıca belə, yenə də axtarıb tapacaqlar. Tapırlar. Mütləq tapırlar. Çünki test olub, sınanılıb bu. Yəni, və yaxud da kimlər üçünsə bir iş görürsən, və yaxud da ki, sənədləşmə işi, və yaxud da tanışındır. Gecə ağlına düşüb hər hansı bir sual, zəng edir. Gözləyə bilərsən də, nə həyat əhəmiyyətli bir şey var ki, bunda. Yəni, zaten o vaxtda mən sənə necə kömək edə bilərəm? O vaxt mən sənə necə köməklik edə bilərəm? Bəli. Texniki bir problemdir. Mən necə telefonun içərisindən girib ora gəlməyəcəm ki? WhatsApp məsələsi var. WhatsApp mesaj yazma. Bəli, mesaj yazma yenə bir yaxşıdır. Yəni hardasa başa düşə bilərik ki, mesaj yazırsan qabaqcadan. Vaxtın var, səninlə 2 dəqiqə danışa bilərikmi və yaxud da necə? Ümumiyyətlə bir söz deyim. Elvin, saat 7-8-dən sonra çalışın insanları narahat eləməyin. Yəni hər kəsin həyatı var. Əlbəttə ki. Yəni iş vaxtı ayrı, yəni şəxsi həyat ayrı. Ola bilər 24 saat işləyən belə bir insan varmı, ustka işləyən? Ola bilər. Yəni nəticə etibarilə xidmət göstərən sahələr belə. Yəni müəyyən bir vaxt ərzində işləyirlər də.
WhatsApp artıq həyatımıza elə sürətli şəkildə daxil olub ki, yəni insanlar kontur yükləyib zəng etməyi unudublar. Ancaq WhatsApp-la zəng edirlər. Hətta mən bir vaxt dedim ki, telefonda problem var, zəng etməyin. Yəni tanıdığın, tanımadığın, nömrəni təzə tapan adam, işə görə hər hansı bir sualı vermək istəyirsə və yaxud da ki, ailə üzvlərindən, qohumlarından fərq etmir. Gecə saat 10-dur, 11-dir, 12-dir WhatsApp-la zəng edir. Ölkədə də düzdür, hər yerdə artıq internetləşmə var və s. Bəlkə mənim internetim yoxdur, bəlkə mən az bir megabaytım var. Onu bir günə sığışdırmaq istəyirəm, bir neçə günə sığışdırmaq istəyirəm, yenidən internet əlavə edəcəm. Yəni məcburdur ki, sənin megabaytını da bitirim mən. Yaz, yox, biz necədir? Yaz, mesaj yaz. Mən ona cavab vermirəmsə, danışa bilərəm. Vermirəmsə, demək ki, istəmirəm də, qardaş, vermək istəmirəm. Yoxsa niyə zəng edirsən ki, nə var? Mövzunun sonluğunu onunla gətirəcəm. Əvvəl bunu deyim. Televizorda hər hansısa bir müğənni idi, o demişdi ki, gecənin bir vaxtı mənə görüntülü zəng edirsən. Qardaş, çox üzr istəyirəm. Sən nə görmək istəyirsən? Nə görmək istəyirsən? Gecə nə vacibdir sənə görüntülü zəng edirsən mənə? Nə olsun, yoldaş ol. Biz dostuq da səninlə. Sən görmüsən ki, mən birbaşa sənə zəng edirəm gecənin o vaxtı. WhatsApp-la yazaram. Hə, təcili olub. Məsəl üçün necə deyirlər, Allah göstərməsin, çətin bir vəziyyətə düşərsən, hə, zəng eləyirsən, bu aydın məsələdir. Və yaxud da hansısa kompüterlə bağlı bir sual verəcəmsə, hansısa proqramla bağlı və yaxud da ki, ağlıma nəsə bir şey düşüb də, Elvin, sabah gedib bir iş görək və yaxud da belə bir plan quraq. Biz onunla bağlı zaten səninlə söhbət eləmişik də. Yəni təcili deyilsə, sadəcə yazırıq və mesajlarımızı da iş görürsə əgər səs göndər də. Müəyyən qədər, yəni çox vacib deyilsə, vacib üçün bizim müəyyən kriteriyalarımız var da. Ya zəng olmalıdır, ya başqa bir şey. Bir işarə ilə bildirir də, bəlli. Bir-birimizi tanıyırıq da. Yoxsa yəni işin varsa, mesaj yazırsansa, mütləq fikir yayınır. Yəni o səs göndərsə ardı gəlir, variant yoxdur. Olur ki, sən çəkilişdə ola bilərsən, YouTube üçün videolar çəkirsən, mən qəfil zəng eləsəm, videonu poza bilərəm, artıq telefondan çəkirsən. Misal üçün yazıram adətən sənə, özün bilirsən, səs göndərirəm, yazmağa çox da hövsələm çatmır, səs göndərirəm. Amma misal üçün mən bilirəm, artıq səni tanıyıram, neçə illik yoldaşlıq dostu və təkcə sənə qarşı yox, hamıya qarşı mən beləyəm. Birbaşa heç götürüb istər WhatsApp-la, istər zənglə zəng etmərəm. Və ən vacib məqamı vurğulamaq istəyirəm, imkan vermədim sən danışasan. Belə də olmalı zaten deyirsən. Belə də olmalıdır, bəli. Cəmiyyətdə səhv bir anlayış var. Nə anlayışıdır? Zəng edən zaman qarşı tərəf əgər məşğula atırsa, ya da söndürürsə, qarşı tərəf onu özünə təhqir kimi hesab edir. Söyüş kimi hesab edir. Sanki yəni hətta bir deyir ki, qardaş, keçən səfər sənə zəng gəldim, mən qulağıma niyə ad boy verdim? Dedim ki, sənin qulağı tanımıram mən. Qardaş, sənin özünə ad boy verdim. Bu o deməkdir ki, hal-hazırda mən məşğulam. Zəngini gördüm. Yəni məşğula atdım ki, mən hal-hazırda məşğulam. Yəni sənə geri dönüş edəcəm. Məşğul bunun üçündür. Məqsədi bunun üçündür. Yəni həm də sən o məşğula atmağın, yəni mən fərqindəyəm də bunun. Yəni özü sönməyib ki, öz başına. Mən onu rədd eləmişəmsə, yəni cavabı geri çevirmişəmsə, zəngi geri çevirmişəm daha doğrusu. Yəni bunun fərqində olaraq eləmişəm ki, çünki işim var, gücüm var, hər şey ola bilər. Bəli. Fikirləş ki, sən mənə zəng edirsən, mən baxıram ki, sən zəng edirsən, düzdür? Baxıram, sən bəlkə də ürəyin partlayır qarşı tərəfdəki, sənə bəlkə də təcili vacibdir o. Mən baxıram, açmıram, telefonu qoyuram. Səncə bu hörmətsizlikdir, yoxsa məşğula atmaq hörmətsizlikdir? Təbii ki, baxaraq, görərək telefonu açmamaq. Yəni məşğul düyməsi onun üçündür ki, məşğula atdım, Elvin səni gördüm. İşimi bitirim, nəzərimdə sənin fərqindəyəm bunu, səninlə əlaqə saxlayacağam. Hə, məşğula atandan sonra sən mənə yenidən zəng etsən, yəni əslində normal insan əgər yenidən zəng edirsə, deməli həqiqətən o çətin vəziyyətdədir. O qədər olub elə məşğul verdiyim anda yenə zəng edib, yenə məşğul atmışam, yenə zəng edib, yazıb, hardasan, aç falan. Götürmüşəm telefonu ki, bəs qardaş, nə olub, salamatçılıqdır. Deyir ki, hə, mən kompüterimdə proqramı vururam 2 dəfə. Həmişə vururdum, açılırdı proqram. İndi filan, nə bilim, bura aktivate gəlib. Bu aktivate nədir? Activation-da, vaxt proqramının activation. Vaxtı bitib. Activate istəyir də, yəni açar istəyir. Başa salmaq mümkün deyil. Deyirəm ki, qardaş, nə vacib idi? Bəlkə mən telefondan video çəkiliş eləyirəm. Əlbəttə. Qardaş, ad boy verirəm də. Hətta durub deyən də var, onda avtopilota at. Yəni sənə qabağına gəlmişlik deyirlər. Yəni belə bir şey var. Adətən yəni insanları narahat eləməyin. Yəni heç kəs vacib deyil ki, sizin nömrənizi, telefon zənginizi
həmən o dəqiqə açsın. Hətta belə bir vəziyyət də yaranıb. Biraz deyəsən mən çox danışdım. Çünki mən biraz qıcıqlayan bu mövzuda. Ürəyim doludur. Qardaş, telefonum yataq otağımdadır. Mən mətbəxdəyəm, çörək yeyirəm. İndi hər kəs gəlib yataq otağında çörək yemir. Yeyənlər var da, yəqin olur. Amma iş başında yeyə bilərsən nəsə bir şey, fast food falan bəsməkan, amma falan bəsməkan özü. Amma ki, mətbəxdə çörək yeyirəm, səliqəli və qayıdacam ora. Zəng gəlib həmən vaxtı. Telefonum da yatağın üstündə olub, səsini eşitməmişəm. Gəldim otağa, görürüm ki, telefona zəng gəlib. Götürüb qarşı tərəfi yığıram. Qarşı tərəf götürən kim deyir, hardasan, sənə zəng eləyirəm, yekə kişisən, deyirəm, qardaş, mən çörək yeyirdim və yaxud da ki, hamamdayam, üzr istəyirəm, hamam otağımdayam. Telefon da özümdən arası və yaxud da ki, telefonun enerjisi az idi, taxmışam zaryatkaya, düşmüşəm həyətə. Və yaxud da mağazaya getmişəm. Yəni, telefonu özümdən aparmaq zorundamıyam. Nəticə etibarilə bu mənim şəxsi əmlakımdır da. Mən bilərəm. Hə, buyur. Başa düşürsən? Bunlar bilsən nə yanlar? Bunlar zənn edir ki, mənim üçün vaxt müsaitdirsə, mənim boş vaxtım varsa, onun da olur. Bəli, elə bilir ki, onun boş vaxtı varsa, elə sənin də boş vaxtın var. Və yaxud da ki... Elədir də, məsələ budur. Özü işdən gəlir, özü üçün rahat qurur, yeyir, içir. Sonra sən gedir ki, aç. Mən də olmuşdu, yəni öldürürdü mənim telefonda ki, aç, deyirəm, aç, ged işinlə məşğul ol. Borcun var sanki buna, yəni sənin işində də, yenə də sən video noktasında... Bu təkcə bu deyil, yəni bu bir problem deyil. Bu hələ təməl giriş idi bu. Bu hələ ən yüngülüdür bəlkə də. Bir başqa mövzu da var, mən bunu sənə deyim. Biraz bəlkə izləyicilərə gülünc gələ bilər, bu deyər ki, iki kişi oturub burada gönlünə söhbət edir. Həqiqətən də bu məni qıcıq verir. Hər kəsin dərdidir bu əslində. Sonra yol mədəniyyəti. Bəli. Bizdə ölkədə maşınlar sağ istiqamətdə, yol sağ istiqamətdə axırda, bildiyim qədərilə. İngiltərədə isə sol istiqamət idi. Hə, sükan da orada sağdadır. Sükan məsələsi vardı, hə. Bu insanlar peşəxod, yəni piyadaların da keçidi bu istiqamət üzərində qurulub da. Mən həmişə deyirəm ki, hər kəs öz sağı ilə keçsin. Anlamırlar. Bəzən yol gedirsən, yol darısqaldır. Və yaxud da ki, yolun bir istiqamətində su hövzəsi var, və yaxud da yağış yağıb su hövzəsi əmələ gəlib də. Amma çəki biraz genişdir. Biraz ayağını saxla, asta yeri. Yəni, mənlə üz-üzə nəyə gəlirsən, mən keçəcəm, sən keçəcəksən də. Yəni, 5 saniyəli, 10 saniyəli bir fərqlə yolunu get də. Və yaxud da hamı bir istiqamət, soldan gedir. Yəni, sağdan gedirəm, görürəm ki, o da sol tərəfdən gəlir. Yəni, hər kəs öz sağı ilə geçsə, onu demək istəyirəm. Yəni, mən sağla gedirəm ki, o da öz sağı ilə gəlsə, biz toqquşmarıq. Yan-yana keçib gedərik. Başa düşdün nə demək istəyirəm? O, gah solla gedir, gah sağla gedir. Yəni, normal yol mədəniyyəti var. Bəzən də nəyə sevinmirəm? Birinin ayaqqabısının bağı açılır, yol getdiyim anda qəfil dayanır, ayılır. Bir neçə dəfə elə dəymişəm birinə. Bəlkə mənlə fikirli gedirəm, görürəm ki, yolda sən gedirsən də. Necə deyirəm, maşını ver, qırağa saxla məsələsi var. Keç sağa, ayaqqabını bağla, davam elə işinə. Və yaxud da qulağına telefon qoyub, qəfil dayandı yolun ortasına. Bəlkə pis xəbər alıb. Ola bilər. Keç yolun sağında danış. Və yaxud da ki, kənar bir yerə çıx, dayan. Ən azından yol gedən bilsin ki, sən dayandın niyəsə görə. Yolun ortasında da o, bir vaxt çox harda olurdu bu, metro yeraltı keçidlərdə olurdu bu. Çox sıxdır da, oranın insanları çox sıxdır, şəhərin insanları, biz rayonda yaşayırıq. Yol gedirsən, görsən, yeraltı keçiddən keçirsən, qəfil biri dayandı. Və yaxud da orada mağazalar olurdu, kiçik mağazalar. Biri dayanıb orada ətriyyata baxır, biri nə bilim, bir çanta alır, yolu kəsib. Yəni, ümumiyyətlə düzgün deyildi, artıq bir çoxunu yığışdırırlar. Amma qəfil dayanır. Yoxu, düzdür, insanların stop işığı yoxdur, desin ki, mən sağa keçəcəm. Bu anlayıram. Amma ən azından biraz ayağını sağa apar. Misal üçün, dön və yaxud da ki, həmən arxana bax, arxandakı bilsin ki, sən dayandın artıq. Qəfil dayanır, sən də ona dəyirsən, o arkadaşı da sənə dəyir. Belə olub məndə. Maşınlardan mən söhbət açacaqdım. Yəni, buyur. Sərnişin yolunda, ümumiyyətlə piyadaların yolunda maşın saxlayanlar da var. Mən maşının üstündən keçib gedəcəm, neyəcəm. Mən yola çıxsam, məni vurub öldürərlər. Maşındır. Bunlar üstündən keçər. Üstündən keçər, bəli. Düzdür, uf da deməz bəlkə, amma deyər ki, yəni maşın yoludur, sərnişin yol deyil ki bu. Keçsən tez bazar keç. O bəziləri yazır, arada baxıram ki, biri yoldan keçir, sürücü üstünə sürür, qaz tez ol, tez keç. Mənə ən çox təsir edən bu piyada yolunda maşını saxlamağıdır. Maşını saxlayır, bəli. Mən yola çıxıb keçməliyim, ya da palçığın içərisindən keçməliyim. Məsələn, başqa bir alternativ yol keçməliyəm. Hətta səkidə belə saxlayırlar. Yəni, maşını çıxarır səkiyə,
dayanır. Sən məcbursan ki, düşəsən yağış çağında palçıqlı yoluna gedəsən bata-bata, maşının təkərləri bulanmaz. Mən canımın dərdindən qarşı palçığın içindən gedirəm. Neyim? Mədəniyyətsiz sürücülər də onlar palçığın içindən gəldiyi sürətində gedir. Vəssalam. Bir məsələ də var ki, piyada maşını gözləyir ki, piyada fikirləşir ki, maşın diqqət eləməlidir. Maşın sürücü də diqqət edir, deyir ki, piyada diqqət eləməlidir. Amma hər ikisi diqqət eləməlidir. Piyada işığı gözləməlidir, elə maşının özü də. Əlbəttə. Belədir vəziyyət. Yəni cəmiyyət söhbətlərinə bunu da əlavə eləyək. Sıra məsələsi də var, sıra məsələsi. Kim başlasın o söz. Buyur başla, sənin başına gəlib. Bayaq da zaten buna bənzər bir şey oldu. Bankomatdan pul çəkmək istirdim. Həqiqətən yoxdur. Yoxdur. Sıra mədəniyyəti deyilən, ümumiyyətlə mədəniyyət deyilən şey problemlidir sözün əsl mənasında. Yəni müəyyən qədər qardaş biz öz həyatımızda heç vaxt kiməsə qarşı əsas da belə deyək də qarşı cinsə qarşı heç vaxt mədəniyyətsizlik, hörmətsizlik eləməmişik. Həmişə çalışmışıq ki, mədəni bir şəkildə yol verək hətta. Yəni dünya mümkünsə belə daha gözəl olur. Əlbəttə. Yəni o sırada gözlədiyim zaman o əks cinsin nümayəndəsi olsun ya da fərqi yoxdur, kim olur olsun. Mədəni şəkildə öz yerində dayansam mən özüm yol verərəm. Deyirəm ki, buyur. Bir də ki, qardaş, mən heç vaxt qadın və kişi deyilən, düzdür, fərqli cins olsaq da, qadın kişi də olsa, qadın da olsa insandır da nəticə etibarilə. Yəni qadın qədər kişi də yorula bilir. Yəni sırada. Yəni qadın səndən arxada gözləyə bilər. Yəni əgər müəyyən o vəziyyətlər yoxdursa, yəni körpəli deyilsə, üzr istəyirəm, hamilə deyilsə və yaxud da belə yol verəsən ki, amma normal halda bir gənc bir xanımdır, qulağına nauşnik dayanıb orada, qulaqcı. Mən daha çox tələsirəm bəlkə. Hə bilirsən, gələ onu dilə gətirəm. Şərt deyil də, yəni eləcədə yol verəsən. Yəni sıranı gözlə, o da səndən sonra gəlsin alsın. Bu bilirsən niyə görədir belə? Yəni səndən qarşıdakılar sıra gözləmə mədəniyyəti, sıra mədəniyyəti biraz əcaibdir. Yəni sıra deyəndə ard-arda nəzərə tutulur. Kənardan o qədər gəlirlər sağdan, soldan ki, nə arxadakının səbri qalır, nə sənin səbrin qalır. Amma halbuki mənim başıma belə bir şey gəlib bir dəfə bankdan bəs maaş alan vaxtı məndən öndə rahat bir 7-8 nəfər var. Ağsaqqallar da var idi. Deməli 2 dənə ATM-dir, birində xanımlardır, birində bəylərdir. Görürəm ki, kənardan biri gəlib, bir dənə kartım yoxla, bir dənə bunu yoxla. Axırda döndüm ki, əmi, bəs sən yol vermə də ona. O kartı uzadan da deyir ki, dönüb mənə deyir, sanki belə acıqlı bir tonda ironiyalı deyir ki, nə deyir qardaş, mən kartıma baxıram da, deyirəm qardaş, sən orada kartı salsan, əlində 5 dənə kart var. Elə bir vaxta gəl ki, rahat yoxlayasan da bunu. Yəni saat 12-dən sonra gəlmişsən. Və yaxud da boşluq olanda keç də, müşahidə elə gör, boşluq keçkinə. Yoxlamaq da elə çəkməyə bərabərdir də. O zaten bir nəfər, 2 nəfər görürsən ki, sıra irəliləmir. 2 nəfər dedim. Çünki orada dayanan dayının əlində bir məşok kart olur. Bu qədər kart çıxarır cibindən, kənardan sağdan soldan gələnlərdən alır. 2 manat da alır, qoyur cibinə. Bir neçə dəfə acılanmışam elə. Dedim ki, bəs ağsaqqal, gözlə özləri alsınlar. Deyir ki, bacarmır. Dedim ona bir dənə vur, gözlə ilə. Heç kəs kənardan girməsin. Biraz səsimin tonunu qaldırandan sonra gördüm ki, məndən əvvəl dayananlar, məndən arxadaşlar da artıq dillənməyə başladılar ki, düz deyir də. Və belə 10 nəfər, 10-15 nəfər də məndən də arxaya 200 nəfər var idi. Heç 15 dəqiqə çəkdi, çəkmədi bəlkə də. Rahat aldım. Nə var, iradımı bildirdim deyə axırı çəkindilər. Heç kəs kənardan girmədi. Düzdür, biraz dodaqlarının altında danışa-danışa getdilər, amma o qədər rahat mən pulumu aldım və qayıtdım. Hətta arxamdakına deyirəm ki, sıranı başqasına vermə. Önümdəkinə deyirəm ki, ağsaqqal və yaxud da ki, ay qardaş, sıranı vermə yenə heç kimə. Yəni sən də gözləyirsən, o sənin kimi insandır da o da. Yenə deyirəm, istisna hallar ola bilər. Əlbəttə. Şikəst ola bilər, yəni fiziki məhdudiyyətli ola bilər. İndi dayaq ki, qadın kişi sırasıdırsa, əgər müəyyən vəziyyətlər olsa, bu aydın məsələdir. Biri var idi. Deməli, desən ancaq mən danışdım. İnşallah ki, çöldəki səs düşməz. Düşsə də bilmirəm, müəllif bu problemləri yaranmaz deyə düşünürəm. Həllilər fərqli zövqdə mahnılar dinləyirlər. O şey məsələsi də mənə maraqlıdır ki, mən öz sıramı kiməsə versəm, mən ondan sonra keçməyə ixtiyarım varmı? Xeyr. O da var da. Gərək onda mən ən axıra keçəm. Ən axıra keçməlisən, bəli. Sən sıranı vermisənsə, onun ardından keçənməlisən. Çünki araya bir nəfər salmışsan. Ümumi hə. Ümumi arxaya keçməlisən. O məsələ də var işin içərisində. Ona da baxan yoxdur heç zaten. Heç nəyə baxan yoxdur. Deməli, mərkəzi poçta deməli karta pul köçürür. O zaman belə bank şeylərdə milyonlarda gəlməmişdi elə. Bir xanım gəldi. Deməli, işıq kartı idi, bəli. Şeydə, Azər İşıqda. Deməli, sıra məndən önə bir xanım var, yaşlı bir xanımdır.
Ondan sonra məndən arxaya bir dayıdır, əmidir, dayıdır da, yaşlı bir adamdır. Sonra bir gənc bir xanım gəldi. Bəs önümdəki xanım, misal üçün, yaşlı xanımdır, biraz daha söhbəti uzadır, biraz daha uzun danışır. İndi mən onu məcburam, gözləməliyəm də. Sual verir əlavə qıza. Misal üçün, orada xidmət şöbəsində əyləşən xanıma. Mən onu tələsdirə bilmərəm ki, ay xanım, tez olun da, biz də gözləyirik. Bunu deməyə haqqım yoxdur. Xidmət alır, ödənişini eləyir, gedir. O gedəndən sonra mənim sıram idi. Yəni, mən də tez işimi bitirəcəkdim, arxamdakı ağsaqqallar deyə də yer verəcəkdim. Ən son gələn xanım, gənc xanım. Səsini qaldırmağa başladı. Ay qardaş, burada xanım dayanıb. Mən də baxdım belə, dedim ki, lap yaxşı. Nə deyim, xoş gəlmişsiniz deyim. Dedim ki, gözləyin, bəs mənim də önümdə xanım var. Bitirim, məndə arxada bir əmi var. Bu geçsin, ondan sonra siz keçərsiniz. Ay yox, mənim nə dedi? Bu çoxdan söhbətidir. Mənim dedi, yeməyim qazın üstündədir. Uşağım körpəm var evdə, körpəmi atıb gəlmişəm. Qazın üzərində yeməyim var, qazı açıqdır. Və plus dedi ki, dedim ki, nədir ki ödənişiniz sizin? Dedi ki, internet. Dedim ki, ay xanım, nə vacibdir ki, sən körpə uşağını qazın üzərində yemək var. Yəni ehtiyat tədbirləri görməmisən də. Evi yandırmaq üçün hər şey. Evi yandırmaq üçün, partlatmaq üçün hər bir şey var. Yəni körpən də evin ortasında qalıb ağlaya-ağlaya. Sən gəlmisən interneti köçürməyə. Nə vacib bir şeydir bu? Gözlə. İnterneti özdə. Qayıdıb deyir ki, mədəniyyətiniz yoxdur. Belə dedim, yoxdur mədəniyyətin. Gözlə. Nə mədəniyyət? Sənə vacibdir belə. Gəl uşağını yer verirlər. O uşağın qucağında uşaqdan gəlsəydi, mən ona yer verərdim. Həyata ehtiyac da deyil. Baxıram, arxamdakı əmi başını fırlayır belə, yelləyir, başını belə eləyir. Önümdəki xanım getdi, öz işimi gördüm, kartı verdim, pul vurdu. Hətta arxamda dayanan ağsaqqal əmiyə deyirəm ki, əmi, bax, xahiş edirəm səndən, ona yol vermə. Sən işini gör, ondan sonra. Dedim, narahat olma. Sonra mən işimi bitirdim, dayandım kənarda. Məndən sonraki əmi yaxınlaşdı şöbəyə, həmən o pəncərəyə tərəf. Baxıram, xanım dayana bilmir yerində. O yana gedir, bu yana gedir, o yana gedir. Axır əsəbləşi çıxdıqlar. Nə vacibdir? Sən uşağın evdə körpə, qazın üstündə yeməyin var, nə bilim, işıq orada yanır, televizor burada açıldı. Yəni, qəzaya şərait yaratmışsan ki, interneti köçürəcəksən. Belə əcaib insanlar da var. Çoxdur. Biraz uzun oldu səsim. Sadəcə maraq üçün danışdım bunu. Bu hər kəsin başına gəlib. Bunlar hamısı. Bir çox insanın bəlkə də həqiqətən də bu mövzuda dili oldu. Çünki çox insan atır ürəyinə, heç danışmır, bəlkə də heç dilə gətirmir. Əslində böyük bir problemdir bu. Ümumiyyətlə mədəniyyət məsələsidir bu. Sıra mədəniyyəti. Ümumiyyətlə mədəniyyət məsələsidir. Yəni insanlar beləmi görüb deyəməyir, yoxsa nə bilim. Biz də bu cəmiyyətin içində yaşayırıq da, qardaş. Bəs biz niyə belə deyilik bə? Nə bilim, ay qardaş. Ümumiyyətlə, mədəniyyət yaxşı bir şeydir. Yəni, hər insanın... Sonra keçən səfər qapıya bir xanım gəlib, qaz idarəsində çalışır. Söhbət edir sadəcə maraqlı. Nə qədər sən bunu kəsərsən, nə qədər sən verərsən, nə bilmirəm. Xanım gəlib qapını döyüb, çıxmışam, deyir ki, salam, necəsiz, sağ olun. Bəs biz qaz regionaldan gəlmişik falan. Ehtiyat tədbirlərinə görə neçə dənə qaz çəkilişi var evdə, nə qədər qaz istifadə edirsiniz, yəni dörd gözlü aparat və yaxud da ki, İran peçləri və s. də. Onların bağlantı yerlərini, şəklini çəkməliyik ki, biz bilməliyik ki, siz təhlükəsiz formada qoşmusunuz bunları, yoxsa yox. Dedim, hə, problem yoxdur. Buyurun, yoxdur, gəlin də evə də. Bəs evdə xanım da var, oturun bir stəkan çay için. Qapıma gələn də xanım idi. Dayandı belə, dedi ki, yox qardaş, sağ olun. Vallahi təşəkkür edirəm, elə bu qədər mədəni davranırsınız siz. Zəhmət olmasa, bu xidmət telefonudur. Elə bu telefonu verim sizə, siz gəlin evdə içəri çəkin gətirin. Bir də şəxsiyyət vəsiqəniz. Dedim ki, problem yoxdur. Bax, yenə də, misal üçün, üzr istəyirəm, anam evdədir. Buyurun bir stəkan çay içində, soyuq da hava və s. belə. Dedi, yox. Sonra dedi ki, siz burada yaşayırsınız da, çoxdan yaşayırsınız, deməli. Dedi, orada falan qonşu var. Onun siyahı da adı var. O necə adamdır? Deyirəm ki, bəs mən elə qonşularla əlaqəm çox yoxdur, normal adamdır. Görürsən, geçsəm qapısından qovmaz. Deyirəm, ay xanım, siz əhalinin təhlükəsizliyinə görə bu işi görürsünüz. Bir də ki, yəni, dövlətin tapşırığıdır da, bu ged yoxla. Yoxlamalısan. Gelib pul istəmirsən ki. Deyir, yox, elə deməyin. Neçə dən evə getmişəm, qapını döymüşəm, söyürlər məni. Qışqırıblar üstümə, söyüblər, qovublar. Məqsədiniz nədir? Niyə gəlmişsiniz? Yox, məqsədi bəllidir də, açıq. Deyir ki, bəs qaz bağlantı necədir? Misal üçün, necə
borularla çəkmisən qazı. Həqiqətən də qaza aid olan boru ilə mı çəkmisən? Şlanq borudur və s. Bizdə də bir cavan, gənc oğlan gəldi. Xanım şoka düşdü, çıxdı getdi. Sağ ol deyə. Bənzər vəziyyət idi, eyni şey idi. O da elə başına gələnləri danışırdı. Yəni ən azından bizim o çevrədə olan, məhəllədə olan müəyyən yerlərə qədər qardaşla getdim, yəni ən azından ev yəsindən dil tapmaq üçün də, yəni falan iş üçün gəlib, falan iş üçün gəlib. Amma oradan o tərəfə artıq bilmirəm. Qardaşın başına nə gəldi, nə gəlmədi. Çünki o da mənə dedi, o da gileylənirdi ki, ev sahibləri az qalsın yabanla qovalayan belə var bizi ki. Hətta o xanım da dedi ki, üstümə cumurlardı. Niyə? Nə var ki bunda? Qapını döyür mədəni şəkildə deyir ki, yəni burada biz mədəniyyət dərsi keçmirik, söz yox. Sadəcə insan biraz etik olmalıdır, etik normalar var, etiket qaydaları var. Əvvəl əlbəttə dinlə, nə danışır, nə məqsədi nədir, nə istəyirsən, zaten deyəcək də sənə. Nə bilim qardaş, çoxdur, danışılası söhbət, nə qədər istəyirsən. Bu telefon məsələsi mənim ən yaralı yerimdir. Qardaş, şimdi birinci üçün kompüter düzəltmişəm, işlədib 6-7 ay sonra zəng edir ki, salam əleykum, aleyküməssalam. Qardaş, sən mən üçün 6 ay bundan əvvəl kompüter düzəltmişdin, filan kəsdi, deyirəm ki, tanımıram. Qardaş, çox adam vardı, yəni mən hardan tanıyım səni, yəni telefonda da yaddaşda saxlamaram axı. Yəni xidməti göstərmişəm, ödənişini almışam və razı getmisən sən. İndi bu orada nə iş görüb, kompüter virusunu salıb, yəni nə bilim, hansısa faylı silibmi? Opera dedi dəyişib, əvvəl belə deyildi forması, interfeysi dəyişib də. Yenilənib əvvəl burada hansısa bir buton var, indi yoxdur, yox açıq. Gecə saat 12-dir, qardaş. Gör nə qədər bu vacib bir şeymişsə. Dedim onda, dedim, nə həyat əhəmiyyətli bir şeydir, qardaş. Sənədlərin mi qalıb? Pentagona sənədimə aparacaqsan, nasıl sənədimi? Qardaş, dövlət işçisisən, vacib sabah sənəd lazımdır. Yenə də köməklik eləyər, amma eləmişəm də, çox eləmişəm elə. 12 də olsa deməmişəm, demişəm problem yoxdur. Nədir problem? Və yaxud da ki, Anydesk proqramını aç, mən girim daxil olum. Əvvəlcədən demək lazımdır, qardaş, yəni bu vaxtı olmaz əslində. Yazmalısan, qardaş, yaz. Əgər WhatsApp-la birinci zəng gələ, heç kəsə WhatsApp-la nə zəng, nə video, xəbərsiz etməyin. Əlbəttə ki. Yaxşı bir şey deyil. Qarşı tərəfin interneti ola bilər, olmaya bilər birinci növbədə. Hə, qaldığımız yerdən davam edirik. Qısa bir ara verməli olduq. Hal-hazırda telefonla qeyd edirik görüntünü, yəni videonu. Zəng gəldi, kiçik bir pauza vermişəm. Mən danışım, izləyicilər deyəcək, bu qardaş kimdir burada, nə qədər danışır, necə lovğa danışır bu. Əvvəlki videolardan tanıyan bir şeydir. Əvvəllər bəli. Bizə videomuz olub. Parkda da texnologiya ilə bağlı danışmışıq. Kiçik bir video. Yəni bu təkcə bizim dərdimiz deyil, təkcə bizim problemimiz deyil. Ümumi olaraq bu cəmiyyətin deyə bilərik dərdidir. Sadəcə dilə gətirənlər yoxdur. Bir çox insan içinə atır, oturur yerində. Zaten bunu o sırada gözləyən o kütlədən görə bilərsiniz. Çünki arası bir tərəfdə durub baxırlar. Kənar insanları zaten müşahidə edərək onların müəyyən qədər mədəniyyətinə harasa bələd ola bilirsən ki, görürsən ki, qardaş əlində kartla belə hazırsan ki, evdən əli belə çıxır. Belə kartla dümdüz gəlir, keçirir ora. Yəni həqiqətən belə olmalıymış kimi. Sanki belə olmalıymış kimi. O zəngin özündə də həmin vəziyyətdir. Bəli, elədir. Sanki üstəndən vaxt zəng eləməlisən. O belə deyir. Biri hətta bir dəfə dedi ki, "Qardaş, bayaqdan görmürsən zəngini, niyə açmırsan?" Mən də dayandım. Dedim ki, əcəb eləyirəm. Dedim, əcəb eləyirəm, açmıram. Sənə nə var, qardaş, şəxsi telefonum deyil. Gecə saat 10-da zəng edirəm. Yox, saat 12-də mən niyə zəng edirsən? Yox, başa düşüm, yaz da, ən azından WhatsApp var da indi. Yaz yoxsa səs göndər ki, qardaş, üzr istəyirəm. Bu vaxt səni narahat edirəm, amma həqiqətən bir çətinliyim var. Vaxtın varsa mənə bir də geri dönüş elə. Mən elə eləyirəm şəxsən. Üstəlik tanımadığım biridir. Üstəlik tanımadığım biridir. Nə varsa bunun üçün kompüterin və yaxud da almışam, satmışam və yaxud da ki, xidmət göstərmişəm, kompüterdə problem olub, düzəltmişəm. O tanışım deyilsən, qohumum deyilsən, canım deyilsən, ciyərim deyilsən. İkinci dəfə, iki dəfə gördüyüm adamsan, görməmişəm də bəlkə işi onlayn şəkildə bəlkə həll eləmişəm, nə vaxtsa başqa bir yolla. Hansı ixtiyarla, hansı düşüncə? Özə çımxırırlar adamın üstünə ki, bəs açmalısan telefonu, hə, zəng elədim, açmadım da. Bunların həyatında belə olub da. Mən də ümumiyyətlə bu şəkildə məsafə qoymağa çalışıram. Düzdür, o sərhədləri keçməyə çalışırlar, amma insanlara o sərhədləri xatırlatmaq lazımdır. Xatırladanda, düzdür, ola bilər ki, ilk başda sizə biraz nifrətlə, biraz əcaib gələ bilər, bəli. Amma bir vaxtdan sonra öyrəşirlər insanlar. Öyrəşməlidirlər. Bu standarta düşməlidir bu. Çünki başqa insanları narahat eləmək heç kəsin haqqı yoxdur, qardaş. Biz eləmiriksə, düzdür, biz eləmiriksə, siz də eləməyin. Mən heç sevmirəm. Bir də yersiz səmimiyyətlər var.
Mən səmimi insanam ümumiyyətlə. Məsəl üçün oturmuşuq burada kafedəyik. İndi ofisiant qardaş biz üçün çay gətirdi. Hətta mən həmişə təklif edirəm. Deyir ki, məsəl soruşur ki, başqa qulluğum var. Biz nə dedik? Dedi ki, buyur əyləş bizlə çay iç. Məsəl üçün biz bunu deyirik. Rayon yeridir də indi. Fərqi yoxdur. Şəhərdə də olsa belə deyirik. Cavab canının sağlığı, təşəkkür edirəm. Bitdi, getdi. Bir də görsən mağazaya girirsən, mağazada satıcı bir cavan bir uşaqdır. Dəxlisiz sənə dialoq qurmaq istəyir. Və yaxud da ki, mağaza olması, mağaza olsun, başqa bir xidmət yeri olsun da, dəxilsiz gülür, sən də gülmək istəyir, baxır üzvə ki, yəni sən də mən güldüm, dinamikam, ay pozitivəm. Sən sadəcə təbəssümlə yaxınlaş. Budur, xidməti göstər, çıx get də. Misal üçün, bəlkə mən o ruh halında deyiləm. Yəni, bəzən ölçünü qaçırırlar, yəni tarazlıq olmur. Ya çox səmimi olurlar, ya çox ciddi olurlar, ya məncil olurlar bəzən də. Bəlkə kimsə əsəbi halda gəlib oturub orada bir stəkan çay içəcək və yaxud da dükana girib ani olaraq neysə alıb çıxmalıdır. Sən onu boşa niyə söhbətə tutursan? Bağışı sözü də kəsirəm. Yox, buyur. Belə yersiz danışır. Hətta biri dedi, bir dəfə deməli şokolad almağa getmişəm. Çay içməyə biraz da belə fikirləyəm və darıxıram da. Biraz da qıcıq var içimdə. Niyəsə əsəbləşmişəm də. Qardaş başladı mənə söhbət tutmağa. Keçən səfər deyir başım ağrıyırdı. Mən də əmi, bir də o şokolad var, o adiktolar var, onlardan. O qədər əla, başım ağrıyırdı. Sonra falan deyirəm qardaş, bunu vurçum gedin. Çox sağ ol, yaxşı. Vur gedim də bunu. Hələ danışır. Növbət dəfə getdim o dükana. Deyirəm ki, bəs də burada məsəl üçün də şəkər tozu hardadır? Yaxşıdadı yenə danışmağa. Deyirəm ki, qardaş, dərdin sərin. Nə qələt elədiyim. O tek istədiyim şəkər tozu almaq idi mən. Və yaxud da ki, 2 dənə şokolad almaq. Günahım nə idi? Qardaş. Nə qədər istəyirsən, danış bitməz. Səhərə qədər danışa bilərik, amma yekunlaşdırmaq lazımdır. Əlbəttə, vaxt məsələsi də var ki, musiqi şöhrəti. Keçən videolardan birində shortsdan söhbət edirəm ki, insanların səbri yoxdur, tez bozar, saniyəli o məzmun tükətmək, yarım saatı keçib artıq deyirsən. İnsanların bu videonu nəzərə səbri çatacaqsa kiminsə izləyəcək. Ya da 2 part olaraq qoya bilərsən də, 2 başlığını qoya bilərsən. Bir partda qoysam yaxşıdır, başlıq ayrı-aram ola bilsin. İkinciyə yazanda yazarsan yenə biz. Sadəcə yenə biz. Sadəcə söhbət mövzusu ilə. Çay söhbətləri də, çay söhbətləri. O da ola bilər. Belə bir başlıq da ola bilər. Sıxmayın, əsəbləşdirməyin insanları. Mən də onu deməsin, biz də bu yarım saatı keçərək sizi bəlkə yoruruq, o görə da burada yekunlaşdırmaq istəyirəm. Söhbət çünki böyüyür, danışdıqca danışırıq, söhbətin içindən söhbət çıxır, uzanır da, yəni bir sözlə. Bəli. Ona görə də sağ və səlamət, başqa deyəcək bir sözün yoxdursa. Var, amma əslində yox, yekunlaşdıraq. Sağ və səlamət. Əgər sizin də ağlınızdan keçən, sizi narahat edən hansısa bənzər bir problemlər varsa, şərhlər bölməsində qeyd edin. Sağ və salamat.